Okay, that's not bad. I like that. So I'm just like you. When I was a kid, I woke up to go to Chinese school. And back in the day, there was something called Saturday morning cartoons, and I never got to see them because I had to go to lessons. And this morning, I struggled to get my own kids out of bed to go to Chinese school lessons. Why do we do this? Because it's so important that you receive the gift, not just of your language, but of your culture. Because in Toronto, we have a motto: diversity is our strength. We are better because we are all so different. And as you strengthen your understanding of Azerbaijani language and Azerbaijani culture, you will then have a gift to give our city, a gift of the richness of the Azerbaijan culture. And I have to say that before I was a counselor, I did not know that much about the Azerbaijan culture, but something has really emerged for me, is the incredible strength and resourcefulness of the women. You know, no offense to you men, I'm sure you guys are just as strong, but this Azerbaijan Women's Support Center, the work that they do, the volunteers that they gather, they mobilize to make sure that all the newcomers that come to our city have supports, have food, understand the system. For someone who doesn't speak English, systems navigation is very challenging. And the Azerbaijani women who have formed this organization know how hard it is, and they volunteer so much of their time to make sure that no one falls through the cracks. So I just want to give my heartfelt gratitude and congratulations, especially to Nazila, who, let's give her another round of applause. Hörmətli qonaqlar, tədbir iştirakçıları, əziz valideynlər və şagirdlərimiz, hər birinizi salamlayıram. Bugün tədbirdə sizləri xoş görürük. Bugün bizim üçün çox xüsusi və qürur verici bir gün. Torontoda fəaliyyət göstərən Azərbaycan dili sinifinin 20 il yubileyi edir. Hər birinizi bu yubiley münasibəti ilə təbrik edirəm. Məktəbimizə, siniflərimizə neçə gözəl illər arzulayıram, gözəl nailiyyətlər arzulayıram. Bizim məktəbimizin fəaliyyətində hər zaman dəstək olan Azərbaycan Qadınlar Cəmiyyətinə xüsusilə təşəkkürümü bildirirəm. Bizi sevən, inanan, hər zaman dəstək olan valideynlərimizə təşəkkürümü bildiririk. Əziz uşaqlar, sizə təşəkkür edirəm. Nə yaxşı ki varsınız. Biz uzaqda yaşasaq da, bizim daima qəlbimiz Azərbaycanla döyülür. Biz bilirik ki, hər bir millətin kimliyi, onun dili, mədəniyyətidir. Və biz bunları bilərəkdən şagirdlərimizə sevərək, məsuliyyətlə dilimizi öyrənirik. Uşaqlar, siz Azərbaycan dilində danışdıqca, rəqslər etdikcə, bu bizim üçün bilinməkdir. Biz bilirik ki, dilini qoruyan millət öz kimliyini qoruyur. Arzum budur ki, Azərbaycan dili hər zaman bizim qəlbimizdə, bizim dilimizdə, evlərimizdə yaşasın. Var olun, diqqətinizə görə təşəkkür ederim. Distinguished guests, dear compatriots, it's a great pleasure for me to welcome all of you today on this special occasion. As we are celebrating anniversary of the Azerbaijani language classes, with your permission, I will continue my speech now in native language. As həmvətənlər, mən ilk öncə bu fürsət bizə verdiğiniz üçün burada iştirak etdiyiniz dəvət üçün Göycan müəllimə təşəkkürümü bildirmək istəyirəm. Onu da qeyd etdiyi kimi 20 il burada öncə başlayanlar böyük ehtimal hazırda sahada bütün insan var ki, artıq valideynlər və onlara da hazırda bu məktəbə gəlirlər. Bu məktəbdə
bizim dilimizlə, ədəbiyyatımızla, tariximizlə tanış olurlar. Mən bu 20 ildə burada ilk günündən mən tanıdığım müəllimlər vardı, bəlkə də tanımadığımlar varsa, onlar üzrdə sayısından 20 ildə əmək keçən hər bir müəllim varsa, hər bir müəllim öz minnətdarlığını bilmək istəyirəm, səfir yardımına. Çünki doğrudan da biz müttəfiq yerlərdə, hətta təhsil və Azərbaycanda yaşayanda da xüsusilə digər dillərdə təhsil alan övladlarımız oldu ki, təzdən dilləri mükəmməl bilməyinə baxmışlar, Azərbaycan dilində danışa bilmişlər. Yəni, vətəndən kənarda olub, Azərbaycan dilində danışmaq, onun tarixini, ədəbiyyatını bilmək doğrudan da böyük bir nemətdir, böyük bir uğurdur və bu uğurda yolda əziyyət çəkir. Əmək qoyan hər bir kəsə mən öz təşəkkürümü vermək istəyirəm. Mən 20 ildə ötən bütün tələbələrə təşəkkür etmək istəyirəm gəldikləri üçün. Onların valideyni məncə xüsusi təşəkkür düşür. Çünki həftə içində də çalışıb, əziyyət çəkib və həftə sonunu da ayırıb uşaqlarını hər kəsin istirahət edib oynadığı bir vaxtda məktəbə gətirib bu təhsili verdikləri üçün valideynlərə təşəkkür etmək istəyirəm. Və ümid edirəm ki, məndən öncəki çıxışlarında dediyi kimi bu 20 il növbəti 20 ildə bu ağaçsa artıq nəzərdə bir meşəyə dönür. Bir daha sizi təbrik edirəm. İnşallah növbəti yubileyimizdə görüşmək. Azərbaycan məktəbi həqiqətən bu hadisələr insanların bir-birini anlamasına, bir-birinə hörmət eləməsinə və bir-birinin düşüncələrinə saygı ilə yanaşmasına vəsilə olacaq qurum və müəssisələrdir. İşte o yüzden önemli. İşte o yüzden üzerinde durulması ve bu faaliyetlerin genişlendirilmesi lazımdır. Dostluğun
tərbiyələmir. Nə qədər insanlar birliyimizi salamlayıram, sevginizi salamlayıram. Gülnur xanım, sizi çox uğur duyuram ki, mən sizin kimi insanların fəaliyyətini görürsə, mən hövsələnirəm, çox gözəldir. Dəstəyiniz üçün çox sağ olun. Sizi çox sevirəm. Gördüyünüz üçün təşəkkür ederim sizə. Siz sağ olun ki, gəldiniz. İnşallah belə tədbirlərdə sık görüşürüz. Sağ olun. Cövhəri naməkən mənəm, kövnü məkanə sığmazam. Ərşlə fərşü kafinin, məndə bulundu cümlətün. Kəs sözünü və əbzəm ol, şərh-ü bəyanə sığmazam. Kövnü məkandır ayətim, zati durur bidayətim. Sən bu nişanla bil məni, bil ki nişanə sığmazam. Həm sədəfəm, həm inciyəm, həşr-ü siratəsinciyəm. Bunca müaşirətdə mən bu dükanə sığmazam. Cəndi nihan mənəm mənuş, eyni əyan mənəm mənuş. Cövhəri ran mənəm mənuş, bəhrə bükanə sığmazam. Zərrə mənəm, günəş mənəm, tarə tənçişəş mənəm. Surəti gör bəyan elə, çünki bəyanə sığmazam. Gərçi bu gün nəsimiyəm, həkimiyəm, güreşiyəm. Məndən uludur ayətim, ayət-i şanə sığmazam.